Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə 3-ün versiya suallarına baxmış olacağıq. Kiçik summativ qiymətləndirmə 3 yazılsa da, bu bəzi siniflər üçün kiçik summativ qiymətləndirmə 4 də sayıla bilər. Amma ümumən götürsək, bu summativ birinci yarım ilin son summatividir. Yəni, bugünkü günə qədər keçdiyiniz bütün materialları əhatə etmiş olacaq. O zaman başlayaq suallarımıza uşaqlar. Birinci sualda deyir ki, tarazlığın neçə növü var? Uşaqlar, biz bilirik ki, tarazlığın 3 növü var. Dayanıqlı tarazlıq, dayanıqsız tarazlıq və fərqsiz tarazlıq. Qüvvə momentinin vahidi nədir? Qüvvə momentinin düsturu M bərabərdir, F vurulsun L şəklindədir. Və bunu nəzərə alsaq, momentin vahidi, bax burada F-in yerinə Newton, L-in yerinə də metr qoymuş oluruq və olur Newton vurulsun metr. Üçüncü, qüvvə momenti necə kəmiyyətdir? Biz bilirik ki, qüvvə momenti vektorial kəmiyyətdir. 4. Qüvvə momenti cismə hansı təsiri verir? Əlbəttə ki, qüvvə momenti cismə fırlanma təsirini verir uşaqlar. Və 5-ci suala baxaq. 5-ci sualda deyir ki, qüvvənin qolu 10 metr, təsir qüvvəsi 5 newton olarsa, qüvvə momentini hesablayın. Uşaqlar, verilənləri yazaq. Qüvvənin qolu 10 metr. O zaman yazarıq ki, L bərabərdir 10 metr. Təsir qüvvəsi 5 newton. F bərabərdir 5 newton. Və momenti dediyinə görə, momentin düsturu necə idi? M bərabərdir F vurulsun elə. Və verilənləri yerinə qoysaq, 5-i vurarıq uşaqlar ona. Bu da bərabər olur 50 newton vurulsun metr. 50 newton vurulsun metrdən B variantındadır. Növbəti 6-cı suala keçək. 6-cı sualda uşaqlar bizdən soruşur ki, dayanıqlı tarazlıq nəyə deyilir? Uşaqlar, dayanıqlı tarazlıq nəyə deyilir? Biz bilirik ki, dayanıqlı tarazlıq dedikdə, cismin tarazlıq vəziyyətindən çıxarıldıqda öz-özünə əvvəlki vəziyyətinə qayıtmasıdır. O zaman yazarıq. Cisim tarazlıq vəziyyətindən çıxarıldıqda öz-özünə əvvəlki vəziyyətə qayıtmasıdır. Bu olur dayanıqlı. Yəni, cismin öz-özünə əvvəlki vəziyyətinə qayıtması. 7-ci suala baxaq. Bu işin görülməsinə sərf olunan zamana nisbəti. Diqqət edin uşaqlar. İşin, yəni A-nın bu işi görülməsinə sərf olunan zamana, yəni T-yə olan nisbəti. Bizə nəyi verir? Əlbəttə ki, gücü vermiş olur uşaqlar. B variantı. M bölünsün F ifadəsi hansı fiziki kəmiyyətin təyinidir? Uşaqlar, biz bilirik ki, M bərabərdir, F vurulsun, L şəklindədir. Buradan L-i tapsaq, diqqət edin, M bölünsün F olar. Yəni, qüvvə qolunu verir. Qüvvə qolunun uzunluğu momentin qüvvəyə olan nisbətidir. Sonra 9-cu sual. Cisim yerləşmə istiqamətinə təsir edən 20 newton qüvvənin təsiri ilə yazıram burada 20 newton qüvvə. 4 metr yerdəyişmə edibsə, yerdəyişməni də yazıram burada S bərabərdir 4 metr. Görülən işi hesablayın. A bərabərdir sual işarəsinə. A-nın da düsturunu biz bilirik ki, A bərabərdir F vurulsun S şəklindədir. Və gətirib yerinə qoysaq, F-imiz 20-dir, S-imiz də 4-dür. Bu dedir 80 joule. Baxın, Y variantında müəyyənləşib. Daha sonra davam edək. 10-cu suala baxaq. 10-cu sualda bizdən soruşur ki, cisim 3 saniyə ərzində 12 kilojoule iş görürsə, onun gücünü tapın.
Yenə də verilənləri yazaq. T bərabərdir 3 saniyə. 3 saniyə ərzində nə qədər iş görür? 12 kilojoule iş görür. A bərabərdir 12 kilojoule. Və bizdən soruşur ki, eni tapaq. Gücün düsturu biz bilirik ki, n bərabərdir A bölünsün T'dir. Və gətirib yerinə qoysaq uşaqlar. A-nın yerinə 12 kilojoule qoyacağım. T'nin yerinə də 3. Bərabər eləcək 4 kilowatt. Belə, demək ki, cavabımız 4 kilowattdır. O da edir A variantı. Və 11-ci suala baxaq. 11-ci sualda deyir ki, sərtliyi 300 Newton bölünsün metr olan elastik yay yazıram. K bərabərdir 300 Newton bölünsün metr. 4 santimetr sıxıldıqda x bərabərdir 4 santimetr. Bunu da çevirsəm 4 vurulsun 10 üstü mənfi 2 metr kimi yazaram. Potensial enerjini soruşur. Potensial enerjinin düsturu necədir? Y potensial bərabərdir K delta x-in kvadratı bölünsün 2. Gətirib yerinə qoyarıq uşaqlar. K-nın qiyməti 300-dür. Delta x-in də yerinə 4 vurulsun 10 üstü mənfi 2 qoyacağım. Və kvadrata yüksəldəcəm, böləcəm 2-yə. Bərabər olacaq. Deməli, bu uşaqlar burada edəcək 300 vurulsun, 16 vurulsun üstü mənfi 4 bölünsün 2-yə. Və bunu burada edəcək 8. 8-i çevirəndə 24. Bu 2 sıfırla mənfi 4 gedir. Qalır burada 0,24 joule. Demək ki, potensial enerjimiz 0,24 joule-a bərabərdir. Variantlara baxaq uşaqlar yuxarıda. Burada. Bəli. Burada D variantı göstərir. 0,24 joule-a bərabərdir. İndi 12-ci sualı oxuyaq. 12-ci sualda deyir ki, kinetik enerjisi 220 joule olan cismin potansial enerjisi nə qədər olmalıdır ki, onun tam enerjisi 610 joule olsun. Deməli uşaqlar, əvvəlcə burada özümüzə ağ səhvi açaq, hər dəfəsində qeyd edək orada istəyirsiniz. Rahat olsun. Baxın uşaqlar, bizə verib nəyi? Kinetik enerjisi 270 joule. O zaman yazaram. Y kinetik bərabərdir 270 joule. Potensial enerjisi nə qədər olmalıdır ki, tam enerji 610 olsun. Y tam bərabərdir 610 joule olsun və potensial enerjinin nə qədər olmağını tapmalıyıq. Tam enerjinin düsturu biz bilirik ki, Y tam nə qədərdir? Deməli, Y potensial üzərinə gəlsin, Y kinetik. Və buradan Y potensialı tapanda Y tamdan çıxacaq Y kinetik. Bərabərdir. Tam enerjimiz 610-dur. Çıxacaq. Kinetik enerjimiz də 270-dir. 610-dan da 270-ə çıxanda potensial enerjimizin qiyməti olar 340 joule. Bax belə. Demək ki, potensial enerjimizin qiyməti 340 joule-a bərabər olarmış. 13-cü sual. 13-cü sualda deyir ki, verilmiş elastik yayın uzanmasını x artırdıqda uyğun olaraq yayın sərtliyi və potensial enerjisi necə dəyişir? Biz bilirik ki, yayın sərtliyi heç nədən asılı deyil. Təkcə materialın növündən asılıdır. Yəni, yayın sərtliyi heç nədən asılı deyil. Demək ki, digər variantların hər biri gedir, dəyişməzləri qalır. Və potensial enerjinin düsturu kx kvadratı bölünsün 2 olduğuna görə x artdıqca potensial enerjimizin qiyməti artacaq. Odur ki, C variantı doğru olacaq. Və 14-cü suala baxaq uşaqlar. 14-cü sualda bizdən soruşur ki, uşaqlar, düz xətli hərəkət edən cismin sürətinin zamandan asılı qrafikinə əsasən cismin verilmiş nöqtələrə uyğun gələn kinetik enerjilərini müqayisə edin. Deməli, uşaqlar, bizə burada verir nəyi? Diqqət edin, sürətin bir qiyməti var, fərqli rəylə göstərim. Sürətin əvvəlcə bax bir qiymətinə, sonra 2 və 3 qiymətlərinə fikir verin.
Bir qiyməti 2 qiymətindən böyükdür. Çünki 2 qiymətində sürət fikir verin sıfıra bərabərdir. Yəni burada sürət sıfırdır. Bir qiymətinin qiyməti isə 3-dən daha böyükdür. Kinetik enerjinin də düsturu biz bilirik ki, Y kinetik bərabərdir. mv kvadrat bölsün 2-dir. Yəni sürətlə düz mütənasib asılıdır. Sürətin qiyməti nə qədər çox olarsa, kinetik enerji bir o qədər dəfə çox olmuş olar. Məhz bu baxımdan da, axı dedik, birincidə sürət daha böyükdür. Y kinetik 1-də daha böyükdür. Üçüncüdən, Y kinetik 3-dən və bu da böyükdür Y kinetik 2-dən. Bu şəkildə yazmış olaraq. Burada da doğru cavab olur Y variantı. Belə. Bu şəkildə həll eləmiş oluruq. Daha sonra keçək indi uşaqlar sizinlə 15-ci suala. 15-ci sualda bizdən soruşur ki, uşaqlar, sürəti 72 km bölünsün saat olan cisim 500 joule kinetik enerjiyə malikdir. Cismin kütləsini hesablayın. Baxın uşaqlar, bunu hansı şəkildə yazacağıq? Əvvəlcə verilənləri yenə də yazaq. Bizə verib ki, sürəti 72 km bölünsün saat və buradan biz tapırıq ki, 72 km bölünsün saatı metr bölünsün saniyə çevirəndə 20 metr bölünsün saniyədir. Kinetik enerjisi 500'dür. Y kinetik bərabərdir 500 joule. Və cismin kütləsini M bizdən soruşur. Kinetik enerjinin düsturu mv kvadratı bölünsün 2'dir. Buradan M'i tapsaq 2Y kinetik bölünsün V'nin kvadratı olar. Bu da bərabərdir. 2'ni vuraram 500'e. Bölərəm V'nin kvadratını da yerinə 20'nin kvadratını yazıram. Siz rahat olsun deyəni qalsın yerində. Bərabərdir. 20'ni də kvadrata yüksəldəndə uşaqlar artıq burada 20'nin kvadratını silirəm. Bir dəfəlik 400 yazıram. Çünki yerimiz məhduddur. 400 yazıram. 2 0 buradan ixtisar gedir. Burada da bu ixtisar gedir. 5'i də 2'yə böləndə 2,5 kiloqram. Alırıq ki o zaman 15'də doğru cavab neymiş? M bərabərdir 2,5 kiloqram imiş. Yəni, bu şəkildə 15-ci sualı həll eləmiş oluruq uşaqlar. İndi keçək 16-cı suala. 16-cı sualda deyir ki, bunu istəyirsiniz fərqli rəylə göstərək, qarışmasın. Kütləsi 3 kiloqram olan cisim 20 metr hündürlükdən başlanğıc sürəti olmadan düşür. Əvvəlcə verilənləri yazaq. M bərabərdir 3 kiloqram. 20 metr hündürlükdən H bərabərdir 20 metr. J'imizin də qiyməti sözsüz 10 metr bölünsün saniyənin kvadratıdır. İki sual soruşur bizdən. Birincisi cismin tam enerjisini hesablayın. Y tam enerjimizin düsturu ən yuxarı nöqtədə Y potensiala bərabər olacaq. O da mRH olduğuna görə 3'ü 20'yə, daha doğrusu sonra da 10'a vurmaq lazımdır. Bu da edir 600 joule. Deməli, tam enerji tapdıq ki, 600 joule-dur. Sonra cismin hansı hündürlükdə kinetik enerjisi 420 joule olar? Həmin o hündürlükdə bəs potensial enerjisi nə qədər olar? Onu tapmaq üçün isə Y potensial bərabərdir. Y tam minus Y kinetik yazaram. Sonra 600'dən də çıxaram 420. Bu da 180 joule. İndi bizdən soruşur ki, məhz bu potensial enerjiyə bərabər olanda hündürlük nə qədər olur? Potensial enerjimizin düsturunu yazaram ki, mg h-dır. Buradan da h-ı taparam. Y potensial bölünsün mg. Potensialımız 180'dir. M'imizin qiyməti 3, J'imizin də qiyməti 30. İxtisar gedəndə edir 6 metr. Deməli, h bərabərdir 6 metr imiş. Belə, biz bu şəkildə sizinlə son kiçik summatı qiymətləndirmənin A variantının izahlarını etmiş olduq. Sağ olun uşaqlar.